Əvvəlki videoda horizontallar haqqında bəzi məlumatlar verilmişdi. İndi isə horizontalları daha yaxşı anlamaq üçün topludan bəzi məsələlərə baxırıq. 30-cu sualda kəsmə yüksəkliyin 5 metrə bərabər olduğunu nəzərə alaraq A nöqtəsinin mütləq hündürlüyünü hesablamağımızı istəyir. Biz burada birinci belki ştrixlərə fikir veririk. Belki ştrixlərin çölə çəkilməsi bu horizontalın təpəyə, hündürlüyə daha aid olmasını göstərir. Yəni A nöqtəsinə doğru getdikcə hündürlük artmalıdır. 5 metrə bərabər olduğunu nəzərə aldıqda 80, 85, A nöqtəsinin olduğu horizontalın hündürlüyü isə 90 metrə bərabər olur. Cavab Y variantıdır. 37 nömrəli tapşırıqla davam edək. A, B və C məntəqələrinin mütləq hündürlüklərinin müqayisə edilməsini istəyir. Yine bizim əsas fikir verəcəyimiz məqam bu təsvirin çökəkliyə və ya təpəyə aid olduğunu müəyyən etməkdir. Belki ştrixlərə əsasən biz görürük ki, bu təsvir hündürlüyə aiddir. Ətəyə daha yaxın olan məntəqə A məntəqəsi ən aşağıda olan məntəqəmizdir. A məntəqəsi ilə B məntəqəsi arasında 1, 2, 3 horizontal fərq var. C məntəqəsi ilə isə 1 horizontal fərq var. Buradan məntiq ilə düşünəndə başa düşürük ki, B məntəqəsi ən hündürdə olan məntəqədir. C məntəqəsi isə ortadadır. Yəni bu məsələni həll etmək üçün özünüz bura bir rəqəm də qoya bilərsiniz. Məsələn, bura 10 qoysaz, tutaq ki, 10, 20 A məntəqəsi olur və beləliklə digər horizontallarda sayaraq B və C məntəqəsinin hündürlüklərini taparaq cavab tapa bilərsiniz. Cavab Y variantıdır. 42 nömrəli tapşırıqda kəsmə yüksəkliyin 20 metr olarsa, sxemdə verilmiş çökəkliyin dərinliyini müəyyən edilməsini istəyir. Burada əgər çökəkliyə aid bir təsvirdirsə, kənara doğru getdikcə təsəvvür edin, dibdən yuxarı çıxırıq. Yəni hündürlük artmalıdır. 20, 40, 60, 80 və burada verilən 10 metri isə 80-dən çıxmalıyıq. Cavab A variantı 70 metr. 45 nömrəli tapşırıqda kəsmə yüksəkliyin 10 metr olduğunu və AB nöqtələrin arasındakı hündürlük fərqinin tapılmasını istəyir. Burada əsas məsələ belki ştrixlərin verilməməsidir. Əgər belki ştrixlər verilməyibsə, biz necə bilək ki, bu təsvir hündürlüyə mi aiddir, çökəkliyə mi aiddir? Burada fikir verməli olduğumuz məqam rəqəmlərdir. Əgər bu çökəkliyə aid olsaydı 30, 40 və 50 olardı. Amma azalır. Yəni aşağı doğru hündürlük azalır. Buna görə də təpəyə aiddir. A nöqtəsi 10 metr, 20, 30, B nöqtəsi isə 40 metr. AB arasındakı hündürlük fərqi 40, 10, fərq 30 metr. Cavab D variantı.